Mən nənəmi çox istəyirəm. Çünki nənəm istədiyim qədər telefona baxmağa icazə verir. Yeməkdən öncə orada istədiyim qədər dondurma, şokolad, şirniyyat da yeyə bilirəm. Amma sən bunlara icazə vermirsən. Sən pis anasan. Yəqin aranızda bu sözləri eşidənlər olub. Bəlkə də hələ də var. Əgər uşaq nənəgildən qayıdandan və ya nənə ilə bir neçə saat vaxt keçirdikdən sonra ipə sapa yatmırsa, sözünüzə qulaq asmırsa, burada problem təbii ki, uşaqda deyil. Bəzi nənələr bilərəkdən, bəziləri isə bilməyərəkdən. Düşünür ki, mən nənəyəm, nəvəm mənim yanımda istədiyi hər bir şeyi edə bilər, onun hər şey olar, ona hər şeyə icazə verməliyim. Əziz və gözəl nənələr, uşağa tərbiyəni bir mənalı olaraq ata və ana verməlidir. Siz isə onların qoyduğu qaydalara hörmət etmək məcburiyyətindəsiniz. Siz nəvələrinizlə oynaya, gəzə, gözəl vaxt keçirdə, onlar üçün sevdikləri yeməkləri hazırlayıb yedizdirə bilərsiniz. İnanın ki, elə bunlar nəvələrinizin böyüdüyü zamanı sizi gözəl xatırlamalarına yetərlidir. Gəlin övladlarımızı birlikdə böyüdək. Hələ öyrənəcək çox şeyimiz var.